Bu günlərim mən sizə tarixi təqvimləri necə miladdan hicriyə, hicridən milada və yaxud da Yunan Romadan milad təqvimə və yaxud da milad təqvimindən Yunan Roma təqviminə necə keçid edirik, onları göstərəcəm. Gəlin 2025-ci ili biz hicrə təqviminə keçirik. Hicrə təqvimi bilirik ki, nə vaxtdır? Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə köçdü, il 622-ci il hicrə təqvimidir. Və 2025, gəlin indi 2025-i hicrətə çevirək. 2025 çıxaq hicrət təqvimi. Biz bilirik ki, baxın, bu düsturu yadda saxlamaqdan ötürü yaxşı bir qayda var. Mən özüm belə bir fikirləşmişəm. Bəlkə sizə də yararlı olsa istifadə edin. Demək, biz bilirik ki, milad daha böyük rəqəmdir. Hicrət isə miladdan kiçik olur həmişə. Rəqəmləri kiçik olur. Və bu kiçiyi düşündüyümüzdən həmişə fikirləşməyik ki, biz əgər miladı böyük rəqəmi kiçik rəqəmə çevirəcəksə, əlbəttə ki, orada çıxma olacaq. Ona görə də orada artıq düşünmək lazımdır ki, burada üstə gələkdir, çıxmaqdır. Əlbəttə ki, çıxmaq olacaq. 2025-dən çıxacağıq 622 hicrət təqvimini çıxacağıq. Onun içindən çıxırıq, qalır orada 1403. Düzdürmü? Sonra 1403-ü bölməliyik. Yəni bu qaydaya görə, bunun hesablama qaydasına görə qərinəyə bölməliyik. 33-ə bölməliyik. Alacaq biz burada 33 sadə rəqəm olduğuna görə, yəni bu rəqəm tam şəkildə bölə bilmir. Sonu 3 ilə qutaran və 33 olan və yaxud da riyaziyyatın qayda qanununa görə demək o tam bölə bilmir. Dövrdə kəsir verəcək bizə. İndi bizə də burada nə verir? 42 tam dövrdə 51. Yəni dövrdə 51, 51, 51 bu şəkildədir. 42 vergül 51, 51 bu şəkildə davam elədiyinə görə artıq yazmağa ehtiyac yoxdur. Elə 51-i yazıb mötərizəyə alınır. Və indi biz bunu 42-ni yuvarlaqlaşdırmalıyıq. Axı belə olmaz bu rəqəm. Bizə tam şəkildə bir rəqəm lazımdır. Ona görə də yuvarlaqlaşdırma eləyirik. Yuvarlaqlaşdırmaya görə nədir? Riyaziyyatın qaydasına görə, yəni yuvarlaqlaşdırma qaydasına görə, əgər biz buradakı rəqəmin yerində 0 indi olmur, yenə də yazıram, sual olar deyə yazıram. 0 olmur, 0 olsa zaten 0-dır, nə üstə gələcək? Əgər biz burada 1, 2, 3, 4 rəqəmləri görəriksə, həmin buradakı rəqəmi 0-a döndəririk, özündən qabağa heç nə atmırıq. Amma əgər biz buradakı rəqəmin yerində 5, 6, 7, 8, 9 rəqəmi görürüksə, onda biz buradakı rəqəmi 0-a döndəririk, özündən qabağa 1 atırıq. Burada 42-dirsə, demək nə olacaq? 43. 43. Tam rəqəmimizi aldıq? Aldıq. İndi nə edirik? Əvvəlki rəqəmdə almışıq, 2 dənə əlimizdə hazır rəqəm var. Biz bunları nə edirik? 1403-ün üstünə gəlirik, sadəcə 43. Bərabər də alırıq. 1446. Bu da bizim hicrət təqvimimiz. Biz 2025-i çevirdik, yəni miladı çevirdik hicri təqviminə. Hicri təqvimi ilə hazırda 1446-cı ildir. İndi gəlin keçək hicridən milada keçmək. Necə eləyə bilərik? Biz bunu milada keçirtmək üçün 1446-nı böləcəyik qərinəyə. Bunu kiçiltməliyik də. Yəni bunun içindən yəni bu əvvəl əlavə etdiyimiz rəqəmi necəsə çıxartmalıyıq. Bunu da çıxartmanın qaydası odur ki, ilk olaraq deyir bunu həmin o hicrəti böl qərinəyə. Qərinəyə bölürük. Biz burada demək alacağıq 43 tam dövrdə 81. Bir də bunun bir qaydası var. Hicrətdən milada, miladdan hicriyə keçid eləyəndə arada bir rəqəm itməsi baş verir. Bu da normaldır. Yəni o hesablanmalarda bir rəqəm dəyişir. Ona görə də həmişə tarixdə suallar belə düşəndə təqvimlə bağlı. Elə birəbir ona yaxın rəqəm vermirlər. Biraz məsafəli rəqəmlər verirlər ki, bilirlər çevirmədə rəqəm itir. İndi biz burada dövrdə bunu aldıq. Biz nə demişdik? 8 aldıq burada, düzdür? Demişdik ki, əgər 1, 2, 3, 4 olarsa 0-a döndərib özündən qabağa heç nə atmırdıq. Amma biz böyük rəqəm görürük axı, düzdürmü? 5, 6, 7, 8, 9 rəqəm olarsa onu 0-a döndərib özündən qabağa 1 atırıq. Demək 43-dürsə burada olacaq dövrdə 44. Düzdürmü? İndi biz nə edirik? Bunun içindən bu 44-ü çıxmalıyıq. 1446 çıxacaq 44. Bərabər də olacaq 1402.
Gördünüzmü? Bir dənə rəqəm dəyişməsi oldu. Ondan əvvəlki rəqəmdə nə görürdük? 43, 1403 gördük. Burada 1402-ni görürük. Tamam, indi zaten bizim işimiz hicrətdən milada çevirməkdir. Biz normal qaydasından gedirik. İndi nə edəcəyik? 1402-ni bu son aldığımız artıq onun için təmizlədik sanki. 1402-nin üstünə nə gəlməli? Axı biz bilirik hicrət kiçikdir, milad böyükdür. Burada nə çatışmır? Bir dənə 622 çatışmır bu hesaplamanın içində. 622-nin üstünə gəlirik ki, böyüsün bu rəqəm. Olacaq 2024. Gördünüzmü? Əvvəl nə idi? 2025-i hicrətə çevirdik, milad idi hicrətə çevirdik. Hicrəti də milada çevirəndə artıq bir dənə rəqəm itməsi də olsa belə, yəni bu hesablanması qaydası budur. Son olaraq aldıq bizdə nə? Milad təqvimimizi. İndi gəlin Yunan, Roma rəqəmlərin hesablanması necə olur, ona baxaq. Tutaq ki, bizə verilibdir. Biz bilirik ki, Roma təqvimi eradan əvvəl 753-cü ildən ilk Olimpiya Roma şəhərinin üzrə istəyirəm, salınmasından hesablanır. Yunan təqvimi isə hesablanır eradan əvvəl 776 ilk Olimpiya oyunlarının keçirilməsi tarixindən. İndi bizə verilir hansı rəqəm? Eradan əvvəl 480-ci ildə baş vermişdir Salamin dəniz döyüşünü Yunan təqvimi ilə neçənci ildə baş verib onu göstərmək lazımdır. Biz də bilirik ki, Yunan təqvimi eradan əvvəl 776-cı ildə baş verib və bunun hesablanması qaydası belədir. Bu istəyir milad təqvimdə olsun, istəyir Yunan Roma təqvimdə olsun. Əgər eradan əvvəl baş verən hadisədirsə, biz nə edirdik? Onların arasında çıxma əməli olur. Əgər bizim erada da baş verirsə, onların da arasında çıxma olur. Amma eradan əvvəllə bizim era arasında olursa, bunların arasında toplama olur. Bu qaydaya görə biz 776-dan çıxacağıq. Bizə verilən bu təqvimi. Bu arada qeyd edeyim. Əgər rəqəmin qarşısında eradan əvvəl verilibsə, bu da miladi təqvim hesablanır. Miladi təqvimdir. Yəni düşünməyək ki, İsa Peyğəmbər bizim eranın 1-ci ilində dünyaya gəlib və bizim eradan başlayır miladi təqvim. Xeyr. Yəni hesablanmalara görə eradan əvvəl, yəni bu rəqəmlərin özləri milad kimi götürülür. Və Yunan rəqəmlərin verəndə adətən testlərdə onların qarşısına eradan əvvəl söhbəti qoyulmur. Yəni bu olmur. Sadəcə boş 480 verə bilərlər və ya da 387 verə bilərlər. Biz onda ehtiyatlı olmalıyıq. Əgər bunun qarşısına eradan əvvəl yazılıbsa, bu artıq miladi təqvim hesab olunur. Əgər boşdursa, demək ki, eradan əvvəl ya Yunan, ya da Roma o özləri testdə qeyd eləyirlər. İndi fikrinizi daha da qarışdırmayım. Bizə nə lazımdır? Eradan əvvəl 480, yəni miladi təqvim. Biləsiniz ki, eradan əvvəl sözü yazılsa miladi təqvim hesablanır. Bu miladi təqviminə 480-ci ildə baş vermiş Salamin dəniz döyüşünü deyir, Yunan təqvimi ilə göstər. Bizə nə lazımdır? Yunan təqvimi lazımdır. Amma biz bilmirik bu nə? Düzdür, məchuldur. Bərabərdir, bizə də verilib bu. Eradan əvvəl 480. Bax, bunun düsturu bu qaydadadır. İndi toplamanın çıxmanın qayda qanuna görə məchul əgər ikinci yerdədirsə, onda biz çıxılandan fərqi çıxmalıyıq. Demək nə edirik? Y bərabərdir 776 çıxacaq 480. Bu da Y bərabərdir 296 verəcək. Yəni Yunan təqvimi 296. Biz bildiyimiz Salamin dəniz döyüşü, eradan əvvəl 80-ci ildə baş vermiş Salamin dəniz döyüşü Yunan təqvimi ilə 296-cı ildə baş veribmiş. Bu Yunan təqvimidir. İndi gəlin, tutaq ki, verirlər ki, birdən 2 dənə rəqəm verirlər. Deyirlər ki, tutaq ki, 296-cı il, məsəl üçün, Salamin dəniz döyüşündən neçə il sonra Afina-Sparta, Karinf müharibələri başladı. Və yaxud da bir rəqəm verirlər ki, burada, demək,
necə deyim, tutaq ki 387 eradan əvvəl 387 verildi. Burada məsəl üçün verir 480 Salamin dəniz döyüşündən neçə il sonra məsəl üçün Karinf döyüşləri sona çatdı. Belə verirlər. Baxın, burada diqqətli olmaq lazımdır. Əgər bunun qarşısında görürsünüzmü, Karinf müharibəsi 387-ci ildə başa çatdı, düzdürmü? Bu tarixdə verilibdir. Bu da ki Yunan təqvimidir. Salamin dəniz döyüşüdür. Amma 296 ilə verir. Siz bilirsiniz ki bu Yunandır, amma birdən çaşıb bunu da elə bilərsiniz Yunandır. Xeyr, bu Yunan deyil. Bu artıq miladi təqvimdir. Ona görə də bunu çevirib bizə deyər ki, tutaq ki miladi təqvimlə göstərin. Biz o dəqiqə bunu Yunandan miladi təqvimə keçirdəcəyik. Ondan sonra hesablamanı aparaq gəlin. İndi tutaq ki bizə verilib ki Salamin dəniz döyüşündən neçə il sonra Karinf müharibələri sona çatıbdır və Karinf müharibələrində təqvimin göstərdi. 296-cı il deyir. Salamin dəniz döyüşündən neçə il sonra 387-ci ildə eradan əvvəl Karinf müharibələri başa çatdı. Biz nə edəcəyik ilk öncə? Bunu da Yunana çevirməliyik ki, 2 Yunandan üzr istəyirəm, milada çevirməliyik ki, 2 miladı hesablaya bilək. Ona görə də nə edirik? 776 çıxacağıq Yunan təqvimin 296 bərabər də alacağıq. Bundan da çıxanda əlbəttə ki 480 qalacaq eradan əvvəl, düzdürmü? Biz aldıq artıq 2 dənə miladi təqvimimiz var bizim. Düzdürmü? İndi deyir ki, neçə il sonra artıq nə edəcəyik? 480 çıxacaq 387. Bax bu qaydada hesablayıb alacağımızı. Ondan çıxırıq 7, 3 qaldı. Sonra 17-dən çıxacaq 8-i 9 alacağıq. Burada da heç nəsə 93 il sonra. Aldım cavabı. Bu da miladi təqvimləndir. Yəni buna diqqət eləmək lazımdır. Bu demək Yunan təqvimidir, bu miladi təqvimdir. Yəni eradan əvvəl də miladi təqvimdir. Bizim erada miladi təqvim hesablanır. Bax bu eradan əvvəl ona görə qoyulubdur. Yunan təqviminin qarşısına qoymurlar eradan əvvəl, Roman təqviminin qarşısına qoymurlar eradan əvvəl və bir də bir şey deyim. Tutaq ki, demək Roma, qədim Roma imperiyasının parçalanması. Misal üçün deyər ki, Salamin dəniz döyüşündən neçə il sonra və yaxud da Yunan təqvimi ilə bunu göstərin ki, Salamin dəniz döyüşü yox, tutaq ki, sual ola bilər ki, qədim Roma imperiyasının parçalanmasını, 2 yerə parçalanmasını Yunan təqvimi ilə göstərin. Biz bilirik ki, Yunan təqvimi nə vaxtdır? Eradan əvvəl 776-cı ildə, düzdürmü? Amma qədim Roma imperiyası nə vaxt parçalanıbdı? 395-ci ildə. 395-i nə edəcəyik? Eradan əvvəllə bizim era nə edirdi? Üst-üstə gəlirdi. Üst-üstə gələcək 395. Bildikmi? Eradan əvvəl olanda çıxma əməli olur. Bizim era olanda toplama əməli olur. Eyni o qayda ilə. Burada da olacaq 1100 bir dəqiqə 71. Demək ki, qədim Roma imperiyası biz bildiyimiz bizim eranın 395-ci ildə 2 yerə parçalanan qədim Roma imperiyası Yunan təqvimi ilə 1171-ci ildə 2 yerə parçalanıbdı. Bildinizmi? Bax belə də mən bunu nəyə çevirdim? Yunan təqviminə çevirdim. Bunu eyni bu qaydanı biz Roma təqviminə də tətbiq eləyə bilərik. Eyni şeydir. Heç bir fərqi yoxdur. Bu qədər.